Qəbələnin Çuxur Qəbələ kəndində Çuxur Oba adlı ailəvi restoranı var. Yəni yoldan kənarda, dəbdəbədən uzaq, düz çayın kənarında. Yəni mənim üçün ən mükəmməl yerlərdən biridir, məkanlardan biridir. Baxın, Çuxur Oba ailəvi restoranı. Bu mənim üçün yeni bir tapıntıdır. İndi deyəcəm niyə. Buranı sevdim. Mən daha çox belə məkanlara üstünlük verirəm. Təbii ki, rayona gəlirəmsə, istirahətə gəlirəmsə, mən belə təbiət qoyununa çəkilməyi sevirəm. Gəldik, çatdıq Çuxur Oba restoranına. Burada demək olar ki, balıqdan başqa heç bir yemək verilmir. Ya balıq yeyə bilərlər, ya da samavar çayı içə bilərlər. Çayın kənarındadır. Çayın şırıltısı, quşların cəhcəhi, nə bilimi, ağaçların oxuşultusu və samavar çayımız.